Qəbələ rayonu Təbriz Yaqubov adına Qom qəsəbə tam orta məktəbinin şagird heyəti olaraq məktəbdə əməl olunması vacib olan bir sıra davranış qaydalarını sizə nümayiş etdirmək istəyirik. Bunu sizə göstərməkdə məqsədimiz odur ki, nizam-intizam olmayan yerdə keyfiyyətli təhsildə söz gedə bilməz. Gəlin, davranış qaydalarına riayət edək və təhsilimizi mükəmməl şəkildə başa vuraq. Bu qaydalar yalnız bizim məktəbdə deyil, digər məktəblərdə də şagirdlərə aşılanmalıdır. Çünki biz bununla gələcəyimizi düzəldəcəyik. Gələcək bizimlə gələcək.